Tanınmış idmançı, Avropa və dünya çempionu Faxo adı ilə tanınan Fəxrəddin İskəndərov öz doğulduğu və boya başa çatdığı igidlər yurdu, mübarizlər diyarı olan Biləsuvar rayonuna gəldi. Biləsuvar rayonunda idmançını şəhid ataları, qazilər, media nümayəndələri və sakinlər qarşıladı. İdmançı ilk növbədə 1-ci Qarabağ Şəhidləri Xiyabanını ziyarət etdi. Sonra isə rayon sakinləri və gənc idmançılarla görüşdü. Bütün burada olduğumuz üçün, öz vətənimizdə, öz torpağımızda olduğumuz üçün özümə qürur duyuram ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə can sağlığı versin. Mən bu ilə qələbəmi bütün şəhidlərimizə həsr edirəm, öz qazilərimizə həsr edirəm, qazi analarına, şəhid analarına, qazi atalarına, şəhid atalarına öz qələbimə həsr edirəm ki, bu mənim üçün böyük bir sevincdir. Allah bizim bu Fəxrəddin balamızı qorusun. Şükür Allah'a ki, dünyada bayrağımızı qaldırdı. Bundan sonra da inşallah qələbələri bol olsun. Sağ olsun ki, şəhidlərimizin adına vuruşub. Şəhidlərin orada yenə də başınız elədi, öz başı ucu olsun. Allah kömək olsun, Allah sənə uğur versin. Bundan sonra da qələbələrin bol olsun. Allah kömək olsun hamımızın, bütün idmançılara qələbə arzulayıram. Mən də qardaşımızı, yerimizi, daha doğrusu atası ilə mənim münasibətimi, qardaşım balamı təbrik edirəm. Yəni bütün Biləsuvarı təbrik edirəm ki, Azərbaycanın bayrağın elə belə Biləsuvarlı igidlər gedib dünya arenalarında qaldırır. Sağ olsun, var olsun. Allah cəm şəhidlərimizi də rəhmət eləsin. Sağ ol sən də, uğurlar qardaş, təbrik edirəm mən də səni. İdmançı 2-ci Qarabağ müharibəsi şəhidlərini də ziyarət etdi. Tanrı Türk'e yar olsun. Allah köməklər olsun. Azərbaycan bayrağımızı bunlarla dalğalandırır. Bunlarla qürur duyuruq. Allah Biz də sizlə canlarını qürur sağ duyuruq, olsun. biz də sizlə fəxr edirik. Şəhidlərimizə Şəhidlərimizə fəxr edirik. Allah rəhmət eləsin şəhidlərimizə. Allah sizə də can sağlığı. 2022-də Laçın istiqamətdə döyüşmüşəm. 2026-da gedən döyüşlərdə sağ gözümü, bədənin bir qismini itirmişəm. Vətən sağ olsun. Biz şəhidlərin sayəsində bu bayrağı dalğalandırdıq. Allah şəhidlərimizə rəhmət etsin. Allah qazilərini şəfa versin. Allah veteranlarımızı qorusun. Allah ordumuzu qorusun. Şəhidlik eləməyən qazandı, hər insanın qisməti olmur. Allah bizə şəhidlik nəsib eləmədi, qazilik nəsib elədi. Şükür bu günümüzə. Peki bayraq dalğalansın. Vətən sağ olsun. Dolaştıkça Turan'ı, aldım Bilge Kağan'ı, gördüm Fatih Sultan'ı, dedi uğurlar olsun, Tanrı Türk'e yar olsun. Yar oldu yollar bana, söyledi diller bana, Turan eller var olsun, düşmanlar kahrolsun, Tanrı Türk'e yar olsun. Qazilər və müharibə iştirakçıları ilə səmimi söhbətdən sonra mərhum atasının qəbrini də ziyarət etdi. Royal Muradlı, Könül Adıgözəlova, Region TV Biləsuvar. Turan eller var olsun, Tanrı Türk'e yar olsun.
eller